Salam aleyküm ve rahmetullah berekat. Möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun cəmaatı. Bir evə gəlmişik. Ehtiyaclı 2 autizm xəstəsi olan uşaqlardır. 4 yetim uşaqdır. Gəlmişik onların evinə baxmağa. Ev həqiqətən bərbad gündədir. Subhanallah. Yəni yaşılası vəziyyətdə yaşaya bilmirlər. Ev bu vəziyyətdədir. Bu otaqda qalırlar. Otağın vəziyyəti. Otağın vəziyyəti bərbad gündədir. Allah Subhanahu taala yardım etsin. Gövhər xanım, baxın, düz qapıdan giririk, Bu kuxnu mebeli, bax, bütün razetkalar, bax, qapının ağzındakı külçə teldi, hamısı patologun işıqlarıdır. Gedirik buradan belə qabağa. Şunu yukarıda çok şeyler geldi. Bunlar hamısı, bu xala denisat hamısı 6 kafir vuruldu, elədi. Hamımın için tuş kabinat, cüzcü, əlyan, unitaj, hamısı yanır, qulov qolunur. Gözəl bir otaq yaranıb.